Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün də Həbəşin sərgüzəştləri mövzusunun 5-ci buraxılışına xoş gəlmisiniz. Bu Zakir ağzına gələni gedib orada-burada danışmağı və sukalığı ilə ad qoymuş, tanınmış bir araqatan şərbaz olduğunu hər birimiz bilirik. Amma axırıncı yaydığı söhbəti eşidəndə siz də mənim kimi şok olacaqsınız. Həm də bu söhbətləri gedib MRC adlanan yerdə və stansiyada danışıb. Əhədov Zakir Tahiroğlu deyir ki, bir gün xadimə ona yaxınlaşıb və idarədə işləyən Babayev Vidadi və Babayev Hikmətin ona sataşması ilə bağlı məlumat verib. Zakir isə xadiməyə deyib ki, qorxma Gülarə arxanda dayanmışam. Belə də ki, Vidadi və Hikmət nə kişidir ki, onların kişiliyi olsa heç başsız qadına baş qoşarlar. Deyə cavab verib və bildirib ki, onların qeyrəti olsaydı Repçi Qurdun Dinceleşin klipində çəkilən. Adını çəkmirəm Vidadinin qardaşı qızı. Hikmətinsə əmisi qızı olan bu, ekrandakı ağ rəngli alt paltarında uzanan qızın qeyrətini çəkərdilər, ona görə fikir vermə Gülarə deyərək xadiməyə ürək dirək verib. Ay səni şərəfsiz Zakir, bu sözləri gedib harda gəldi, niyə danışırsan? Məqsədin nədir axı qalmaqal yaratmaq? Yeni gələn rəisin torbasını tikmək istədiyini onsuz da bütün Bakı bilir, heç olmasa rəqabət aparırsan kişi kimi apar. Sənin bu etdiklərini heç qeybətçil arvadlar etməz, amma sən edirsən, özü də bu qeybət, ara qatma, işverənlik. Bu işləri çox yaxşı bacarırsan. Nə isə, bir insan ki qadınların ayaq yolusundan aftafanı götürüb tullayıb söz-söhbət salan. Yeni aldığı maşını idarənin həyətinə buraxmadıkları üçün bilərəkdən özü öz əlləri ilə maşının antenasını sındırıb, sonra da antenamı sındırıblar deyə təxribat aparmaq məqsədi ilə axranları qorxudub maşını içəri salmaq. Zakir bütün bunları sənə kim başa salırsa onu bil ki, o adam ağıllı yox, əsil peysərdi sənin kimi. Sənə çox sağ ol demək istəyirəm Zakir, sağ ol ki, hər dəfə ağzı cırıqlıq edib bizi darıxmağa qoymursan.